milli hükümetin ve demokratik müvəffəqiyyətləri İranın başka xalqlarının da ürəklərində azadlıq arzularını alovlandırdı. 1946-cı ildə dost Kürt xalqının nümayəndələri Təbrizə gəldilər. Kürdistanın böyük demokrat xadimi Qazi Məmməd nümayəndələrə rəhbərlik edirdi. Qazi Məmməd İran-Azərbaycanı ilə qarşılıqlı yardım və dostluq müahidənaməsini bağladıqdan sonra öz vətənində demokratik dəyişikliklər etmək üçün Kürdistana qayıtdı. Qazi Məmmədin adı Kürd xalqı üçün azadlıq və milli istiqlaliyyət mübarizəsinin rəmzi idi. Bu şəxs Kürdistanda hamının sevdiyi və möhtərəm saydığı bir simadır. Qazi ilə görüş böyük, qüdrətli xalq nümayişinə çevrildi. Hərbi qüvvə komandiri General Məmməd Hüseyn xan.